Dostlar, deməli fikir verin. Düşüş zamanı, bu işarələndiyim nöqtə atışdır. 3779 o nöqtə atışlardır. Nöqtə atışlar necə götürülür, onu siz bilmirsiniz. Bu hissədə market maker'ın maraq nöqtəsi 3767-dədir. İndi belə deyək bir dəqiqə. Amma diqqətlə baxdıqda biz hələ bunu tərpətmirik də, yəni qrafik bunun üzərində hərəkət edir, bir pozuntu yoxdur. 3767 düşmür bunların heç birinə, yəni kivi düşmür. Amma bu 3767 market maker'ın maraq nöqtəsidir. İndi isə biz burada fikir verin, qiymət gəlib düşüb, bu hissəni hesablayırsan, yəni bu hissənin maraq nöqtəsi 3715-dədir maraq nöqtəsi. Amma bunun qalxışını fikir verin, 60'dım əvvəlcədə 3717-dən gözləmək olardı. Niyə? Bu hissədə 5 dəqiqəliyə girdikdə baxıb görəcəksiniz. Bu indi başqa şey görməyi hesablamışam. Fikir verin. Sonra sizə bir sual verəcəm mən. Gözünüzmü nə qədər qalxış verib? Bu hissələrdə nə yerləşir? Görürsünüzmü? Fikir verin. Azca buradan gəlib qalxış verməyə 1 verib, sonra 2 verib. Fikir verirsinizmi? Qalxıb 3751-dən düşüb. Bu tərəfə baxdıqda özümüz görürsünüz ki, nə baş verir. İndi isə buradan qalxışın 3717 olduğunu biz baxaq. Dəqiqə. 3717 düşdümü bu hissəyə? İndi adi bir sual verəcəm sizə. Adi bir sual. Siz bəzən eşidirsiniz və görürsünüz ki, bəzi traderlər iri məbləğlərlə, hansısa bir qiymətli iri məbləğlə pozisiya açırlar. Bunu siz anlamırsınız ki, o niyə iri məbləğlə pozisiya açır. O trader heç bir konseptlərdən istifadə eləmir. Ona görə məna nədir? Məna odur ki, bunun hələ mən sizə xozuvari üsulunu başa saldım. Hələ özdə mən 3627-dən götürməyim, hesablayıb götürməyimdir. O da dəqiq hesablayıb götürməlisin ki, yerinə otursun. Və həmən məqam gəlib çatanda böyük məbləğlərlə pozisiya açırlar. Səbəb Delbert William Gann tarixdə ən məşhur trader olub, 50 milyona kimi qaldırıb balansın. O vaxtın 50 milyonu indikinin 500 milyondur. Özü də deyilənlərə görə, orada indi paylaşılan məlumatlara görə broker kompaniyada işləyib və o heç vaxt konseptlərdən istifadə eləməyib. O sadəcə dəftərdə çəkib və mən də onun əsasında bizdə 1 bal nastroykasını bir neçə dənə video bundan əvvəlsə göstərdiyində 1 bar göstərdim ki, 1 bar qoymaq lazımdır nastroykanı. Qısa videolar. Və bəziləri sual verir ki, ikinci sezon nə vaxt olacaq? Bu order book hissəsindən sonra hissələri daxil olmaqla 6 hissədə daxil olmalı. Ondan sonraki video elə orada blok hissələri haqqında da video artıq ikinci sezonun videolarıdır. Sadəcə mən sizin üçün onları elə bir ki bonus kimi paylaşıram dostlar. Az da olsa paylaşıram. Bu proqramı heç bilmirsiniz. Məsələn, biri baxıb trendə yazıb adından gördüyü gün Paputi. Ona qəşəng cavab verdim və atdım boku və demişəm ki, belə insanlara mən baş qoşmuşam. Çünki kasıb düşüncəli insanlar mənə maraqlı deyil. Əgər o qazansaydı, bir dəqiqə onun vaxtı olmayacaq ki, video baxmağa oturub qrafik izləyəcək. Bu bir. İkinci, bəziləri sual verir ki, öyrənmək və s. nədirsə, ikinci sözün başlayanda ikinci sözün bir balaca fərqli olacaq. Üstəlik də ikinci sözün başlamamışdan əvvəl müəyyən qədər balans
yığılmalıdır ki, mən sizin üçün ikinci sezonu çəkim. Yoxsa siz durduğunuz yerdə, məsələn, bunun adicə bu yox, bir çox məlumatların order blok haqqında 6 hissə çəkəndə 5000 onun dəyəri var, 5000-ə kimi onun dəyəri var. Siz nöqtə atışı da sizə havaya keçib, sonra naz eləyəsiniz, düzdürmü? Bunu da sizə havaya keçim tam ətraflı, sonra naz eləyəsiniz. Elə deyil, bunu bilmək üçün bunun dəyəri 100.000 K-dır. 100.000 K. Bunu ətraflı burada bütün nastroykaları gördüyünüz kimi bunlar nədir, bu nədir? Lazım olan məqamda özün üçün işarələyib, eləmək və s. Bunların hamısı 100.000 K-dır. İnsanların çoxsu niyə buna inanmır? Bilirsiniz niyə inanmır? Çünki işlədə bilmir. İşlədə bilmir, düzgün hesablaya bilmir, düzgün yerindən götürə bilmir. Deyək ki, boş şeydir. Boş konseptdir. 3717. Bu arada düşməmişdən əvvəl mən burada bir neçə dənə yerdən işarə qoymuşdum özümü. Gəlin sizə bir izah edeyim. Niyə? Səbəb nə idi? Bir izah edirəm. Bu xəttin mənası. Bu qırmızı hissəni göz ki, bu iki hissədə market maker yaratdığı maraq zonadır. 5 dəqiqəliyə keçmirəm. Əgər kimsə istəyir, 1 saatlıqdadır. Qızıldır. Tarixi də bilmək istəsiniz, görəcəyiz. Tarix, indiki tarixdir, bu çəkdiyim tarixdir. Bu məqamdır. Bildinizmi? İndi deyirsiniz ki, qiymət dönmür. Ay dostlar, gəlin baxın, baba, bu hissə nədir? Mən sizə order blok keçəndə nədir baba, bu? Yalancı order blok da olsa order blokdur. Və buradan qalxış getdi. Gördünüzmü? Yaxşı. Hər dəfə order blokdan qalxmır deyənlər. Bu nədir? Bu nədir? Bunlar nədir? Hansı strategiya istifadə edirsən sualın verən insanlar mən qəribə gəlir. Və soruşurlar ki, sən hansı indikator istifadə edirsən? Bu indikator deyil, videoda sildirim, axıracan baxın. Bu mənim öz şəxsi düzəltdiyim kalkulatordur. Sadəcə tez bu. Onun Excel formatı var. Mən sizə vərəqdə paylaşdım, onun hesab sisteminin ölçüləridir vərəqdə. Onun kalkulator Excel forması var. Mən rahat olsun Excel açmamaq üçün promoyla burada özüm proqramistəm deyənə özüm avtomatik yığıb hazırlamışam. Lazım olan yerlər. İndi baba burada nöqtə atışıdır. 3779 nöqtə atışımı qoymuşdum. Göy şamın tərkibində düşən nöqtə atışımdır. Göy şama uyğun mən göy və qırmızı şama uyğun nöqtə atışımı qoymuşam və gəlib buradan da düşüş verib. İndi sual, bu hissələrdə nöqtə atışla və William Qanın sizdə o hesablama bir dəqiqə olmayacaqdır. Sizdə tam belə hesablama olmayacaq dostlar. William Qanın hesablama sistemi nə var ki, hansı ki onu paylaşmırlar, yoxdur. Yəni baxacaqsa William Qan haqqında en qədər video tapacaqsınız. Ən çox da xarici ingilis dili və s. ilə cürbəcür dillərdə bəlkə tərcümə elətdirəcəksiniz, bəlkə nəsə proqram tapıb tərcümə edəcəksiniz üçün videonu. Necə özünüz yəni orada baxacaqsınız, qutalayacaqsınız. Amma mən dediklərimin heç biri orada yoxdur. Hamısı sizə dediyim kimi eyni şey deyir, bəzi birindən biraz başqa şey deyir, amma gətirib eyni şey çıxarda bilmirlər. Trend xəttə başa salmışam deyir, heç özün də biri yazıb ki, sən heç özün bugün gedim vaxtım elə bilir ki, özün heç bilmirsən nə dayırsın. Sən bilsəydin burada olmazdın dostum, sən gedib trade edib, o yiyərdin, grafiki yiyərdin. Hələ mən 1 saatlıq söhbət edirəm, yuxarıdan aşağı düşüşünü hələ deyirəm. Bu hissədə nədir? Bu nə əmələ gəlib? Deyir, burada qalxış yoxdur. Bu nədir? Bunun özü nədir ki, bu buradan qalxış verib? Nədir də bu? Mənə gəlin deyin ki, bu nədir? Hə, nədir bu? Bu nədir buradan qalxış verib? Bu buradan nəyə görə ölçülüb? Görürsünüzmü? Ölçülüb. Siz elə biz buna görə mi ölçülüb bunlar? Yox. Bu şamın tərkibinə görə ölçülüb. Və burada bir xətt bu ikisinə görə ölçü götürüb market makerin maraq nöqtəsi. Mən bilirdim ki, onsuz ikisi elə də işləməyəcək. Sonra fikrimi dəyişdim, 1 saatlığa görə düzəltdim. Bu 1 saatlığa görə 2 dənə mənim yerim var. Mən sizə dediyim kimi düzgün analiz eləsəz, siz 2 yer maksimum tutacaqsınız.
Görürsünüz, birinci yeri 3717 sizə göstərdim. İkinci yer isə market makeri maraq nöqtəsi. Birinci yer market makerin döngəsidir, ikinci yer market makerin maraq nöqtəsidir. Artıq bu iki şama görədir. Market makerin maraq nöqtəsi burada qalıb. Bundan da aşağıda burada biri də var. Bu nədir bu qırmızı? Deyirsiniz qiymət order blokdan qalxmır. Bu nədir belə? Burada niyə qalxıb bu? Niyə də qalxıb? Mən burada indi videomda sizin üçün order blok mövzusu deyil deyən onu ki order bloku göstərmişəm. Mən hər dəfə sizin üçün attığını göstərdim ki, çəşbə salmayın. Sorsanız strategiya istifadə isə order blok. Dostum, sənə dediyim order blok, market struktur nədir? Necə trend qalxır, necə trend düşür, hansı vəziyyətdə pozisiya yığılır, hansı vəziyyətdə V formatlı qalxış və yaxud da düşüş nə deməkdir? Məsələn, o V formatlıdır. Bunun haqqında hamısı video çəkilib, hamısı çəkilib. Tənbəllik elib baxmaq istəmirsiniz, o sənin öz problemindir. Və buradan öcü ki, baba, bu hissədə çoxsu göstərdi, bu hissədə baya girmişdilər çoxsu. Vurdular, saldılar, gətirdilər. Buradan bura keçirsə, hara gətirəcək, növbəti hissəyə gətirəcək və yaxud da bura gətirəcək. Bu xət buranın deyil. 3717-dən qalxış, fikir ver. 3717-dən mən hələ tərpətməmişəm, hələ köhnə analizimdir. Səbəb bazarı hərəkət elətdirən 90-95% market makerlərdir dostum. O market makerlər ki, hansı ki, məsələn, burada dönmə də ola bilər 10 pips, 20 pips bir balaca tormuz geç tutar. Belə deyək. Və yaxud da 10 pips biraz tez dönər. Bunun analiz üsulu çox çətindir. Bu bir. İkincisi, sizin üçün ən əla, yəni order bloku diqqətlə baxın, öyrənin, çalışın, görün, indikator istifadə etməyin, indikatorların 99% səhv göstərir order bloku. Özünüz axtarın, tapın, yerin, baxın, analiz edin, götürün. Siz nöqtə atışın elə özünü elə 500-100 tütüyə keçirlər. Minimal. Hələ bu proqramı mən sizə 100.000 kadır bu proqramın qiyməti. Öyrətməyi tam, ətraflı. Sizə zarafat gəlir bu. Görürsünüz, hələ mən bilə-bilə, bacara-bacara mən elə yerdən ölçüb götürmüşəm ki, bundan əvvəlki videolara baxın, hələ mən sizə bugün elə bir ki, davam edirik. Bundan əvvəlki videolara qayıdın, baxın. Görün. Sizin üçün düzdür, nağıldır, göpdür. Mənim qabağımda market makerin dönüş nöqtələridir. Market makerin dönüş, baba, hamısı 4000-ə kimi qalxsa market makerin dönüş nöqtələridir. Əgər gedişat dəyişməsə analizə görə. Bunlar hamısı elə belə deyil, bunlar hamısı hesab sistemləri. Məsələn, vurursan, yarandı, görürsünüz, hamısında hesab sistemləri var. Bu bir yığışdırdım. Bunlar hamısı gəliz bir formalardır. O gəliz bir formalardır. Bunlar boyunu belə götürüb tərpədə bilirsən. Bir dəqiqə. Biraz balacalaşdırın. Bu hissədən tutma var. Lazım gəldikdə görürsünüz. Bir yana baxın. 00 09. Bir dəqiqə. Hə. Yox, bunu mən tərpətməyəcəkdim. Baxın, istədiyim kimi tərpədə bilərəm. Bunlar hamısı məna kəşf edilir, elə belə deyil. Hesablama sistemləridir. Əgər mən bundan işləyirəmsə, artıq mənim bu hissələrim mənim önəmli deyil. Mənim burada düşən xəttlərin üstü önəmlidir. Hansı figuru seçirəmsə. Hər bir market maker məsələn başlayanda, hər bir market makerin özünün dərəcəsi və dönüş yerləri olur. Güclü trade olunan yerlərdə, likvidlik çox olan yerlərdə, məsələn bitcoindir, məsələn qızıldır və s. tutalım da indi. Orada market makerlər güclüdür. Daha insanlar oturur, təsəvvür ki, siz euro nəyəsə analiz edirsiniz, insanlar oturur, hesablayır ki, harasa 40 gündən sonra, 50 gündən sonra və yaxud da
30 gündən sonra qiymət təqribən buracan gələcək və yaxud da bir 6 aydan sonra qiymət buracan gələcək. 80 gün tamam olanda qiymət falan yerdə olacaq. Tutalım ki, orada məsələn buradan mən girəcəm. Tutalım ki, buradan məsəl üçün girəcəm şeylə. Hamısı hesablamalardır, onlar qəliz hesablamalardır. Onun xozuvarı variantlarını sizə başa salır. Heç baba bu sistemi çoxları başa salmır. Başa salsa da tam başa salmır. Hə. İndi fərqi görürsünüzmü? Elə bunun özünün götürəndə baba bu hissədən götürəndə məsəl üçün düşüşü, nədir olub düşüşü, hardan olub düşüşü? Fikir verirsinizmi bu yaşayışam? Fikir verirsinizmi? Düşüşü. Görürsünüzmü necə gizlədiblər? Baba gizlədiblər nə qədər şamın arxasında bax. Bunu siz görmürsünüz. Market maker maraq nöqtəsi buradadır, amma giriş nöqtən buradır sənin dönüşə. İndi bunu tutuşturacaqsın, görəcəksən uyğun gəldi, gəlmədi. Məsələn, baxın, yoxlamaq üçün yaşayış şamı daxil 3761. Gəlirik də, məsələn, o yerlərə gəlirik. Görək o yerlərdə yaxın yerlər hansıdır? 3761. 3761. 3761. 3761. Bax dostum. Bir dəqiqə. Görürsünüzmü? 59'dan gözləmək olardı. 3759'dan ola bilərdi. Nə qədərdir bizim düşüş nöqtəmiz? 30 pipdir. 3759, 3760, 3761. Fikir verdinizmi? 3759 gəl baxaq. Bir dənə fikir verin. 3759 bunun altı hissəsinə düşür Göyşamı. Baba bu mən heç nə eləmirəm. Mən özümdən heç nə çıxartmamışam. O dəfəki qoyduğum 3626-nın hələ yeridir. Prosta həmən proqramda təmizlədim ki, hamısı. Siz çaş-baş qalmaz. Bunu elə belə yarandı mı bu burada? Bu burada elə belə döndü mü burada? 3759'da bu qiymət var. Qiymət qalxışa gedəndə yaşayışan nədir? Aşağıda açılır, yuxarıda bağlanır. Belə dönüb mü burada? 3759'da. Mən sizə çox fokuslar göstərərəm burada. Heç bir konsept deyil, heç bir konsept deyil. Görürsünüz 3759 göz qabağındadır. 3759 hansı hissəyə düşür? Bu hissəyə düşür. Bu hissəyə yaxınlaşırsa burada döngə nöqtələri 1 və 2 ədəddir. Gördünüzmü? Hələ mən sizə xozuvarı proqramın, insanların xozuvarı proqramda işləməyi deyirəm. Fibonacci boş şeydir hələ. Order block zat hələ çox demirəm. Prosta sizi strategiyamıza, order bloku, market strukturu, nöqtə atışı, bazar necə hərəkət eləyir, məsəl üçün, burada düşüş nətərdir? Görürsünüzmü? Hansı vəziyyətdə düşüş alınıb? 2 təpə. Gördünüzmü? Trendi də hesablayıb qoyanda, indi burada trend yoxdur. Trendi də çəkəndə rahatçılıq olur sizin üçün. Düşüş hansı kanalın içində düşür, məsəl üçün. Qalxış 3 bucaq formatındadır, yoxsa bu hansı formatdadır bu qalxış? Buradan da bir dənə belə çəksən. Görürsünüzmü hansı format? Sonra azca fikir verin. Gəlib bura çatında gəlir, düzdürmü aşağı? Görürsünüzmü vəziyyət? Burada indi qalxırsan gözləyəcəksən. Aradan dönüb 3722 düzdürmü? Sən indi tam o bir analizlər yoxdur da, order block falan yerlə analiz eləsən, sənə biraz rahat olacaq bu proqram. 3721 3721 Hoppa. Gördünüzmü? Buna yaxın dönüb. Fikir verdinizmi? İndi burada bir balaca fərqlər var. Yox, daha elə deyil. Bir dəqiqə 3700
Mən belə yox. Bunu pozum. Magneti yandırırsan ki, promonik qiymətin kəlləsinə çəksin. 3720, paşti 22. Paşti 22. 90 vergüdən sonra 92'dir. Bax. Özümdən Amerika yazılı özümdən Amerika çıxartsan. Bax, paşti 22. Burada qırıq-qırıq hissələr yoxdur deyən, ona görə qırıq-qırıq hissələri götürməmişəm. Siz hələ orada məsələn ki, qiymət olsa 0,05 və yaxud da $1, nə bilim 41 neçə, onu burada siz yazmağın çətinlik çəkəcəksiniz. Baba burada yazmağın. Onun da üsulları var burada yazmaq. İndi burada bütöv rəqəmlərdən söhbət gedir. Baba mən heç nə demirəm. Bax, bu işi düşdü, bu bura düşdü. Yəni bunun əvvəli baba düşdü burada. Bu elə belə mi gedib, elə belə mi gəlir? Qiymət ucu bura yaxınlaşır, qiymət bura yaxınlaşır. Mən fikirləşirəm ki, burada tutalım ki, döngəm ola bilər. Mən hansı yer axtarıram burada döngədə? Bir nöqtə atışı axtaracağım. Bir də ki, market makerin dönmə bucağını axtaracağım. Market makerin dönmə bucağı da 3722'dir. Gördünüz mü? 3722. Bax, buradan önce başlayacaqlar sıxmağa böyük məbləğləri. Buradan sıxmayacaqlar. Buradan sıxacaqlar traderlər böyük məbləğləri. Traderlər buradan sıxacaqlar böyük məbləğləri. Traderlər buradan sıxacaq böyük məbləğləri. Fikrimi çatdıra bildim mi sizə? Və nədir olur ki, onlar hansı bir şeydə əmin ola bilər ki, qiymət həqiqətən də belənçi olacaq. Biraz əminlik yarana bilər. Öz strategiyalarını William Gunn'ın strategiyasını qatmağa. Onu hardasa 4 dənə üsulun öyrənən insan, hələ 8-in demirəm, 4 üsulun öyrənən insan yüz sevinir, papağın göyə atır, nə bilim dans oynayır. Orada gəl mənə spolaşıyordunuz ki, indikatörsüz trade eləmək olmur. Gedib order blok və falan videolara baxandan sonra üstündən bir ay keçib gəl yazışaq ki, bağışda bilmədim. Sənin videolara baxandan sonra mən neysə bir öyrəndim. İndikatörlərin hamısını pozmuşam. Order blok hissələrini görürəm. Getdikcə təzədən təkrar baxıram order blok hissələrinə. Əla başa salmışsınız, rahat başa salmışsınız. Hələ çox insan yazır. Başqaları kimi ingilis sözləri yoxdur. Çox sadə başa salırsınız. Dilləşən adam deyil, mənlə vermişdi dildilər ki, yox, mən deyən düzdür, sən deyən səhvdir. Mən kimlənsə burada sporlaşmağa gəlməmişəm. Mən o vaxt videolarda dedim. Mən bildiyim mənim üçün bəsdir, kifayət eləyir. Mənim göstərdiklərimi siz qəbul edəməz. Hindistanda inək müqəddəs olduğu kimi konseptlər də sizin üçün müqəddəsdir. Hələlik dostlar, özümüzdən müğayət olun, gələn videolara gedək. Yaxşı baxın özümüzə, gələn videolara gedək. İkinci sözündə fikrim olacaq ki, ümumi məbləğ toplansın. Ümumi məbləğ toplansa ki, ikinci sözün başlayacaq. Əvvəlcədən sizə deyim, indi kim istəsə könüllü, Binance-də Pay ID-yə USDT göndərəcəksiniz. Müəyyən məbləğ, indi fikirləşim görüm nə qədər. Əslində onu elə belə eləmirəm, sadəcə insanlar öyrənmək üçün lağlağa qoyulan insanlar olmasın deyənə, o mənada yəni onu eləyirəm mən. Mən xoşum gəlmir burada. Görürsünüz, mən sizə göstərdiyim, mən çalışan mövzunu göstərdim sizə. Çoxsu lağlağa qoy. Əgər sən strategin güclü işləyirsə, bu dəqiqə sənin vaxtın olmaz oturub bu videoya baxmaq. Nəinki bu dəqiqə, lüboy bir momentdə açıb bazarı yeyərsən səhərdən axşamacaq. Mən sizdən yəni heç nə gizlətmirəm. Şəxsi strategiya dedikdə hər kiminsə strategiyasını götürüb, biraz təkmilləşdirib və yox da heç təkmilləşdirməyib, hərəsindən biraz yığıb özün üçün bir strategiya yaradıb, bu şəxsi strategiya yaranır. Amma məndə şəxsi strategiyada bəzi dəyişikliklər var. Bəzi düzəlişlər var, bəziləri mənim düzəlişlərimdir, bəziləri başqa bir bilikli, güclü insanlardan yəni öyrənmişəm. William Gunn'ın ən əsas strategiyaları məsələn üçün götürüb işlətmək, 100.000 K onu əsl öyrətmək, 100.000 K. Təsəvvür edirsiniz 100.000 K.
Mən sizə 5000 dəyərinə qədər order block 6 hissəsini öyrətdim. Görün ki, sizə pulsuz məlumatlar paylaşmışam. Sadə dildə, asan üsulda. Öyrən də, elə də çalış. Olub, mən təsəvvür edirsinizmi? Mən elə videolar olub ki, baxmışam 3 dəfə, 4 dəfə, 5 dəfə, 6 dəfə baxdığım video olub. Bir video təsəvvür. Hər gün baxırdım, nəsə öyrənə bilmirdim, nəsə elə bir ki, mən orada başa düşə bilmirdim. Amma sonra başa düşdüm, 6-cı dəfə baxanda başa düşmüşəm. Yəni, başqa mövzulara da baxırdım. Mən özüm öyrənmişəm, mənim müəllimim olmayıb, yoxdur mənim müəllimim. Mənim müəllimim özüməm, mənim disiplin saxlamağım özüməm. Özüm disiplini pozsam, özümü cəzalandırıram. Hamısı mən özüməm. Və mənə də ehtiyac yoxdur kiminsə yanına gedim dərs keçim. Nə öyrədəcəklər mənə? Heç nə. Konseptləri qoyacaqlar, orada bloku qoyacaqlar, öyrədəcəklər, orada bloku sizdən yaxşı mən bilirəm. Mənəm burada orada bloku çəkib sizə paylaşan pulsuz təmənnası. Çoxları gəlib, çox sağ ol deyə təşəkkür edin. Mən sizə deməsəydim William Gunn haqqında, heç siz bilmirdiniz William Gunn haqqında belə bir trader var. Bir 2 ildir mən belə bir sahədəyim, hələ birinci dəfə səni belə trader edib görürəm. Qiymətin kvadratı gedir. Baba, bu Gun squared of 9 qiymətin kvadratı gedir. Bunu siz baxsaz, mən sizə onu da göstərəcəm. Onu da basacağım. İnternetdə olan formatı nədir? Məndə olan hesablama sistemi başqa hesablama sistemidir. Ona görə düz gəlir. Amma internetdə olan hesablama sistemi başqa köhnə hesablama sistemidir. Ondan çox vaxt alınmayacaq. 80% alındıramayacaqsa ona görə turluyusuz qırağa. Təkmilləşdirmə üsulu yoxdur. Təkmilləşmiş üsulu yoxdur sizdə. Elə biz elə belədir. Bax, bunun təkmilləşmiş üsulu Excel-lə bir yerdə 2000K-dır, 2000K. Təsəvvür edirsinizmi? Bir açıb baxdınızmı, mən sizə proqram deyəndən sonra həmən proqramı da pulsuz paylaşmışam üçün ki, çətin olmasın axtarmaq. Açmağı, necə, hardan açıla başlamışdım, videosunu çəkmişəm. Necə eləmək lazımdır, onu da göstərdim. Hansı yerdən götürürsən, 3627-dən oradan götürməyə başladı. Bir oturdunuz grafikin, ondan sonra gedişatına baxdınızmı, döngə yerlərin niyə gəlib düşürmüş, üst-üstə yoxladınızmı? Yoxladınızmı? Baxdınızmı? Paputi trader bir yazıb adıma görə Paputi. Paputimi ona görə qoymamışam. Ha insan, Paputi ona görə qoymuşam ki, keçmişdə trader tacir deməkdir. Keçmişdə tacirlər həmişə yolda olub. Dəvələrlə gedirdilər o şəhərdən bu şəhərə nəysə alıb gətirib satırdılar. Mən də onu maraqlı olsun deyənə Paputi qoymuşam. Paputi rus dilindədir, trader də ingilis dilindədir. İki sözün elə bir birləşməsidir iki dildə. Yəni, mənası tacir yolda deməkdir. Paputi trader mənası tacir yolda deməkdir. Və mənim göstərdiklərim sizə o ağlınız gedib TikTokdakı Paputi söhbətinə, usta metrə ilə. Mənim sizə dediklərimi order block hissələrində heç kim görmür. Bir yazıb balans göstərdi. Ağlınız başqalarına getməsin. Mən burada balans göstərib kimisə şirnikləndirmirəm. Mən burada mövzuları deyirəm. Mövzuları göstərirəm. Mövzuları başa salım. Dəfələrlə də demişəm. Götür mövzunu, işlə demo versiyada. Pulvu risk atmadan. Əlvi öyrəşdir. Bax, gör. İstəyirsən öz strategiya və əlavələr. İstəyirsən elə belənçi işdə. Görürsünüzmü? Sonra da deyirsiniz ki, alınmır, qeyri-mümkün də alındırma. Necə olur ki, baba, mən sizə bir dəqiqə grafikdə göstərdim məqamları. Məqamları gör, hələ buradan aşağı getmirəm. Mən məqamları göstərdim, baba, həmən bu məqamlarda qiymət qalx. Həmən bu məqamdır ki, buradan mən maraq sonrasını qoymuşam. 3779. Nöqtə atış. Bax, hara düşüb günəşin altına.
hər bir market maker bazarın 90-95%-ni qeyd edir. 50 milyonluq, məsəl üçün 100 milyonluq gündəlik dövr eləyən və yaxud da 20 milyonluq dövr eləyən altcoinlarda market makerlər zəif olur. Order block və marketing strukturu qatsaz, siz orada vəbşi əməli başlı qrafiki analiz eləyə biləcəksiniz. Ehtiyac yoxdur trading view'unu açmağa. Elə götürüb indikatorsuz, elə məsələn Binance-in özündə qrafik analizi, любой bir altcoin gecəsi dövrəsi 50 milyonluq olan günlük tapmaq olurdu orada hansılardı 24 saat ərzində. Girəcəksiniz, baxacaqsınız orada tıp. Aha, qiymət buradadır ki, orderi bir yerləşdirəcəksin ki, bura gələndə falan qədər təpəvi qoyacaqsan, qutardı. Mən o vaxtı insanlara öyrətmişdim o üsulları. İnsanlar işdən gəlib, işdə, axşamlar gəlib oturub trade edirlər altcoinlarda. Ayın əvvəli $100 əlavə edirlər balansa depozit. Onu ayın axırı hələ işdə, ancaq axşam 3-4 saat vaxtlar oldu. Gün ərzində özdə əməliyyatlardı, bir hardasa 15 dəqiqə zat çəkidi. 2 dənə, 3 dənə tepezin qoydu əməliyyatını açıldı. Tepezin qoydu, onu gətirib çıxardılar 3.000-ə, 4.000-ə, 5.000-ə, 6.000-ə gətirib çıxardanlar vardı. O vaxtı mən başa saldım. Bir qrupda idim, Rus dili qrupunda o vaxtı. Mənim bir ləqəbim vardı. Başqa, o ləqəbi bir dəqiqə qoyacağım, təsəvvür minlərlə insanlar tapacaq. Sonra xəyanətə görə mən çıxdım o qrupdan. Ən zəhləm getdiyim xəyanətdir. Arada statusda da paylaşım. Çıxdım o qrupdan. Onlar elə bildim, onlara çox öyrətdim, amma onlar uduzdu. $400,000 orada insan vardı. 400,000. Nə qədər screenshotlar atırdılar. Order block, hələ mən order blockun tam hissələrini orada başa salmamışım. Nə qədər screenshotlar insanlar atırdı. Cəhd elə, zor, əla, mən pozdum indikatorları. Mən heç bir dənə indikatorum yoxdur. Pozmuşam, müəllim, pozmuşam. Deyirəm, mənə atmayın da, lazım deyil screenshotlar. Öyrənirdilər, məşq eləyirdi, can atırdılar. Zor da, əla, pəladır. Biz bunları bilmirdik. Market strukturunu qatdılar. Hələ mən onları başa salmamışdım. Təsəvvür, bunların heç biri yox idi. Heç onların vəbşə heç deməmişdim onlar. Bunlardan əlavə, hələ onlarda mən hansı çiynlərlə açmaq, necə açmaq, funding haqqında ətraflı insan adı funding strategiyasını da eləyirdi, onu da eləyirdi, bunu da eləyirdi. Balansı minə gətirəndən sonra funding strategiyası da atırdı ortalığı aradı. Hər reydə fırıdı, ona dəxlisi yox idi. Altcoin hansı altcoindir? Təsəvvür üçün, hər reydə fırıdı, baxırdı. Binance-də baxmaq olur da və yaxud da Coin Market Cap-da baxmaq olur günlük dövriyyəsi hansılardır. Baxırdı, tapırdı onu orada varsa future-də. Girdi, tak, baxdı, ölçdü. Bundan yox, məsəl üçün, baxdı, belə deyək. Yox, bir dəqiqə. Baxdı məsəl üçün, təsəvvür ki, təzə girib, gördü, burada ucu var, burun maraq nöqtəsini qeyd elədi, tap buradan düşüş, fikirləşdi ki, təqribən bura can ola bilər, tepezin qoydu burada, əməliyyatın biri hazırdır, gözləmədədir və yox da bura yaxına bir dənə özünə bildiriş qoydu. Keçdi növbəti, tap, 10 dəqiqənin içində qrafik analiz edirdilər. 1 saatlıq, ancaq 1 saatlıqlarla işləyirdilər, 5 dəqiqəliyə girmirdilər. Orada biraz çiyinlərə görə sən məsafəvi uzaq aça bilərsən. Birin birə işləyirdilər. Elə bir ki, $10 risk atırdısa, elə bir ki, $10 itirmə şeyi vardı, stopun məsafəsi. Qorxanlar hələ deyirəm. Getdikcə onu azaldırdılar. İndi burada Pips'də orada stopu elə bir itirəcəyi risk atdığın $10'da elə bir stopun məsafəsi olurdu $3, $4. Belənçi işləyirdilər. Mən sonra oradan çıxandan sonra niki dəyişdim, hər şey elədim, ora-bura və baxanda görə Azərbaycan auditoriyasını gördüm, heç kim keçmir, heç kim eklipsi deyə durublar qıraqda. İnsanları elə yığırlar eklipsiyə.
Baxdım, gördüm, fikirləşdim sifdə spotdan başa salım. Sonra gördüm, mən bunu deməsəm spotda çətinlik çəkəcək. Spot əslində bununla spotu birləşdirməz bəzi momentlərdə. Ona görə başladım tradingdə. Elə bir sahədir ki, mən əvvəlcə həmişə də vaxt olmur. Başladım tradingdə mövzular çəkməyə, paylaşmaq üçün təmənnasız olur. En qədər mövzular çəkdim. İndiyəcə də demişəm nə qədər mövzular çəkilib sizin üçün. Hamısı da yavaş-yavaş deyilir, hamısı da yavaş-yavaş keçilir. Heç biri sırazu keçilmir. İkinci sezonda da yəni mən heç vaxt da demirəm falan şey müddəti falan ay olacaq, falan ərzində nə bilim, nətər olacaq, necə olacaq, videolar çıxacaq və s. Mən öz fikrimi, öz düşüncəmə görə hərəkət edirəm. Mən yenə də deyirəm, müəllimlik eləmirəm. Mən sadəcə fikrimi sizlərlə bölüşürəm, paylaşıram mövzuları. Paylaşıram, müəllimlik eləmirəm. Kimsə məcbur eləmirəm trade eləsin. Marağı olan, öyrənmək istəyən gəlsin. Kimsə məcburi mən salmıram öz referral linkimə. Hələlik dostlar.